Yarımkeçiricilərdə elektrik cəryanı. Birinci, sxemdə yarımkeçirici diodun şərti işarəsi hansı rəqəmlə göstərilmişdir? Yarımkeçirici diod 4 rəqəm vasitəsilə göstərilmişdir. D variantı. 2. Termistorun köməyi ilə hansı fiziki əməliyyat ölçülür? Temperatur. C variantı. 3. Fotorezistorun köməyi ilə zəif işıq seli qeyd olunur. Y variantı. 4. P tip yarımkeçiricidə əsas yük daşıyıcılar deşiklərdir uşaqlar. D variantı. Yarımkeçirici materiallar hansı tip keçiriciliyə malikdir? Deməli, elektron və deşik tipli. C variantı. N tip yarımkeçiricidə əsas yük daşıyıcılar hansılardır? Elektronlar. B variantı. Hansı qurğunun iş prinsipi Pn keçidinə əsaslanır? 2 dənə qurğunun iş prinsipi Pn keçidinə əsaslanırdı. Yadınızdadırsa, biri tranzistordur, digəri yarımkeçirici dioddur. 3 və 5. D variantı. Zəif elektromanqlet rəqslərini gücləndirmək üçün hansı cihazdan istifadə olunur? Tranzistordan. C variantı. 9. Yarımkeçirici dioddan istifadə olunur dəyişən cəryanı düzləndirmək üçün. B variantı. Yarımkeçirici diodun volt-amper xarakteristikası. D variantı uşaqlar. Yarımkeçiricilərin volt-amper xarakteristikası. Yarımkeçiricilərin xüsusi müqavimətin temperaturdan asılılığı tərs mütənasib asılıdır. Y variantı. 12. Germanium 4-cü qrup elementdə uşaqlar. Kristalına Mendeleyev cədvəlinin hansı qrup elementinin atomlarını aşkar kimi daxil edib P tip yarımkeçirici alına bilər? P tipi deməli olması üçün uşaqlar aşkarın valent elektronlarının sayı yarımkeçiricinin valent elektronlarının sayından az olmalıdır. Deməli, yarımkeçiricimizin valent elektronu 4-cü qrupdursa, 4 dənə valent elektron varsa, deməli 3-cü qrup götürəcəyik. D variantı. 13. Silisyum kristalına Mendeleyev cədvəlinin hansı qrup elementin atomlarını aşkar kimi daxil etdikdə N tip yarımkeçirici alınar. N tip yarımkeçirici olması üçün uşaqlar, deməli, aşkarın valent elektronlarının sayı yarımkeçiricinin valent elektronlarının sayından çox olmalıdır. A variantı. Yəni, yarımkeçiricinin valent elektronlarının sayı 4 dənədir. Yəni, 4-cü qrup elementdir silisyum. Aşkar olaraq 5-ci qrup elementi əlavə etməliyik. Sonra keçirik 14-də sxemdə tranzistorun şərti işarəsi 3-dən göstərilib. B variantı. 15. Yarımkeçiricinin atomlarında kovalent rabitələrin qırılması hansı fiziki hadisə ilə müşahidə olunur? Deməli, sərbəst elektronların və deşiklərin yaranması ilə. Variantı. Fotorezistorun iş prinsipi hansı fiziki hadisəyə əsaslanır? Fotorezistor uşaqlar işıq, deməli, yarımkeçirici müqavimətinin onun üzərinə düşən işıq selindən asılılığını əsaslanır. B variantı. 17. Termistorun iş prinsipi hansı hadisəyə əsaslanır? Termistor, temperatur. Yarımkeçiricilərin müqavimətinin temperaturdan asılı olaraq kəskin dəyişməsi hadisəsinə. A variantı. 18. Ümumi baza sxemi üzrə yığılmış yarımkeçirici tranzistorda emitter dövrəsində cəryan şiddəti 15 mA, kollektor dövrəsində 13 mA, baza dövrəsində cəryan şiddətini hesablayın. Biz də demişdik ki, uşaqlar, I emitter bərabərdir, I baza üstə gələk I kollektor. Yəni, emitterdən keçən cəryan şiddəti baza və kollektordan keçən cəryan şiddətlərinin cəminə bərabərdir. Bizdən də nə istəyir? Bazadan keçən cəryan şiddəti I baza bərabərdir. Buradan I bazanı tapanda I emitter çıxaq, I kollektor. Emitterdə deməli cəryan şiddətimiz 15-dir. 15 çıxaq. Kollektorda isə 13-dür. Onda olacaq bazada 2 mA. 2 mA C variantı. 19. Rezistor və termistor qızdırdıqda ampermetrlərin göstərişləri necə dəyişər? Rezistor və termistoru qızdırmışıq. Uşaqlar, rezistor. Bir də var termistor. Deməli, A1 ampermetrinə birləşdirilən rezistor da A2 ampermetrinə birləşdirilən termistordur. Gəlin baxaq, deməli, rezistor metaldan hazırlanır uşaqlar. Metal, rezistor metaldan, termistor isə yarım keçiricilərdən. Yarım keçirici. Gəlin baxaq, rezistorun deməli müqavimət temperaturunu artırmışıq. Biz bilirik ki, metalların müqaviməti temperaturdan düz asılı. Temperatur artıbsa, müqavimətimiz də artıbdır. Rezistorun müqaviməti artdı. Müqavimət artdısa, artıq A1 ampermetrin göstərişini, yəni I1-i müəyyən etməliyik. I1 bərabərdir, U bölünsün
R-ə. Artıq burada gərginliyimiz sabitdir və müqavimətimiz nə edibdir? Artıbdır. Rezistorun müqaviməti artıb. Bunda deməli E1 cəryan şiddətimiz azalacaq. Yəni A1 ampermetrin göstərişi azaldı. Deməli A1 ampermetrin göstərişi azaldı. Keçək termistora. Termistor dedik yarım keçirici elementlərdən hazırlanır. Yarım keçirici cihazdır və temperatur artanda artıq yarım termistorun müqavimət azalacaq. Müqavimət azalsa I2 cəryan şiddətimiz I2 bərabərdir U bölünsün R-ə. U sabitdir. R termistorumuz. Termistorun müqaviməti nə etdi? Azaldı. Müqavimət azalsa deməli cəryan şiddətimiz artacaq. Yəni A2 ampermetrin göstərişi isə artar. Deməli I1 azalar, I2 artar. Cavabımıza baxaq. I1 azalar, I2 artar. C variantı. 20 rezistor və termistoru soyutduqda ampermetrlərin göstərişi necə dəyişər? Rezistor və termistor soyutmuşuq. Deməli, temperatur azaltmışıq. Rezistorun temperaturunu azaltdıqda rezistor metaldan hazırlanır və metalların müqaviməti temperaturundan düzgün münasib asılıdır. Temperatur azaltsa rezistorun müqaviməti də azaltdı. Onda cəryan şiddəti I nəyə bərabər olacaq? Rezistor A1 ampermetrinə qoşulduğuna görə ondan keçən cəryan şiddətinin müəyyəni də I1 bərabərdir. U bölünsün R-ə. Artıq U'muz sabitdir. U konusdur. Paralel dövr olduğuna görə. Sonra R rezistorumuzun müqaviməti nə etdi? Azaldı. Onda I1 cəryan şiddətimiz artacaq. Yəni A1 ampermetrin göstərişi nə etdi? Artdı. İndi keçəyin R termistora. Bu termistordur. Bu rezistordur uşaqlar. Bu termistordur. Artıq termistor isə yarım keçiricilərdən hazırlanır. Termistorun artıq temperaturunu biz azaltmışıq. Bu zaman onun müqaviməti temperaturdan tərs asılıdır. Artıq termistorun müqaviməti artacaq. Müqavimət artdısa I2 bərabərdir. U bölünsün R termistoru düsturuna əsasən U sabitdir. U konusdur. R termistorumuz artdı. Onda I2 cəryan şiddətimiz nə edəcək? Azalacaq. Yəni artıq A2 ampermetrin göstərişi isə azalar. I1 artar, I2 azalar. D variantı uşaqlar. 21 deyir, hansı lampa yanar? Lampa yanar. Deməli, baxağın görək. Cəryan müsbətdən mənfiyə doğru gedir. Gəlin baxağın. Deməli, gəl 4-dən keçdi və mənfiyə çatdı. Deməli, 4 lampası yanar. 4 yanacaq. Sonra gəlin baxağın, keçdi cəryan buradan və yarım keçirici diod dövrəyə tərs birləşibdir. Fikir verirsiniz, tərs keçdi. Buradan cəryan keçməyəcək. Ona görə də nə ikinci, nə üçüncü, nə də birinci lampa yanmaz. Yalnız 4 yanar. Y variantı. 22 hansı lampa yanmaz? İndi yanmazı tapaq. Müsbətdən gəlirik. Deməli, 2-dən keçib gedəcək, sonra gələcək 3-ə. Baxın, gələcək, deməli, belə, mənfiyə çatacaq. Deməli, 4 də yanar, 2 də yanar, 3 də yanar. Baxıq, indi 1-ə, gəlir. Fikir versiniz, artıq tərs keçiddir. Yəni, keçirici diod dövrəyə düzgün birləşdirilməyibdir. Ona görə də bir lampası yanmaz. Cavab oldu, yanmaz 1. A variantı. 23 fotorezistorun üzərinə düşən işığın intensivliyini artırdıqda ampermetrin və voltmetrin göstərişi necə dəyişər? Uşaqlar, deməli, fotorezistor yarım keçirici cihazdır və yarım keçiricilərin müqaviməti düşən işığın intensivliyindən tərs mütənasib asılıdır. Düşən işığın intensivliyini artırmışıqsa, deməli, fotorezistor müqaviməti nə edəcək? Azalacaq. I də bərabərdir nəyə? EHG bölünsün R fotorezistor üstə gələk R. Və buradan artıq R fotorezistor müqaviməti necə dəyişdi? Azaldı. Onda cəryan şiddətimiz nə edəcək? Artacaq. İ'miz artdı. Yəni ampermetrin göstərişi artdı. U'nun və müəyyən edək. Voltmetrin göstərişinin U bərabərdir. EHG çıxaq I vuraq R düsturuna əsasən. İ'miz nə etdi? Artdı. Buradakı minus işarəsinə görə U'muz nə edəcək? Azalacaq. U'muz da azaldı. Yəni voltmetrin də göstərişi azaldı. Artar, azalar C variantı.
24. Fotorezistorun üzərinə düşən işığın intensivliyini azaltdıqda ampermetrin və voltmetrin göstərişləri necə dəyişər? Yenə fotorezistordan danışır uşaqlar. Fotorezistor yarım keçirici cihazdır. Düşən işığın intensivliyini azaltdıqda fotorezistorun müqaməti artacaq. Müqamət artdısa I bərabərdir. EHG bölünsün R. Fotorezistor üstə gələk R düsturuna əsasən R fotorezistor artdı. I isə azalacaq. Yəni ampermetrin göstərişi azalar. U bərabərdir. EHG çıxaq. I vuraq R düsturuna əsasən İ'miz azalırsa U'muz artacaq. Yəni voltmetrin göstərişi artacaq. U'muz artar. Azalar artar. Elə A variantı. 25. Termistorun temperaturunu artırdıqda ampermetrin və voltmetrin göstərişləri necə dəyişər? Termistorda temperaturu artırmışıq. Termistoru yarım keçirici cihazda temperatur artıbdır. Müqamət temperaturundan tərs asıldı termistorda. Temperatur artıbsa artıq termistorun müqaməti azalacaq. I bərabərdir. EHG bölünsün. R termistor üstə gələk R düsturuna əsasən termistorun müqaməti azaldı. Onda cəryan şiddətimiz nə edəcək? Artacaq. Ampermetrin göstərişi artdı. U bərabərdir. EHG çıxaq. I vuraq R düsturuna əsasən artıq İ'miz artdı. İ'miz artıbsa U'muz azalacaq. Yəni voltmetrin göstərişi də azaldı. Artar, azalar D variantı. 26. Termistorun temperaturunu azaltdıqda ampermetrin və voltmetrlərin göstərişləri necə dəyişər? Deməli, baxırıq uşaqlar nəyə? Termistor temperaturu artırmışıq. Temperatur artıbsa termistorun R termistorun müqaməti azalacaq. I bərabərdir. EHG bölünsün. R termistor üstə gələk R-ə. Termistor müqaməti azaldı. Onda cəryan şiddətimiz artacaq. Deməli, ampermetrin göstərişi artdı. Gərginliyi müəyyən edək. U bərabərdir. EHG çıxaq. I vuraq R düsturuna əsasən İ'miz artdı. İ'miz artdığına görə U'muz azalacaq. Yəni voltmetrin göstərişi isə azaldı. Deməli, artar, azalar, artar, azalar B variantı. 27. Sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru soyutduqda lampaların parlaqlığı necə dəyişər? Artıq deməli, termistor uşaqlar L2 lampasına birləşdirilibdir. Gəlin baxağın görək. L1 lampasının birinci parlaqlığını müəyyən edək. L1 lampasına heç bir deməli qurğu birləşdirilmədiyinə görə, ona görə deməli L1 lampasında cəryan şiddətimiz dəyişməz, konstant qalacaq. Cəryan şiddəti dəyişmədiyinə görə L1 lampasının deməli uşaqlar parlaqlığı dəyişməyəcək, sabit qalacaq, konstant. İndi keçirik L2 lampasına. L2 lampasına isə termistor birləşdirilibdir. Termistor yarım keçirici cihazdır və termistoru soyutmuşuq. Termistoru soyutmuşuq. Temperatur nədir? Azaldı. Temperaturumuz azalsa artıq termistorun müqaməti nə edəcək? Artacaq. Deməli, düsturumuz necədir? I bərabərdir. U bölünsün. R termistor. U sabitdir. Fikir verirsinizsə. R termistorumuzun müqaməti artdı. Müqamət artdığına görə artıq I2 cəryan şiddətimiz azalacaq. Yəni L2 lampasının parlaqlığı azalacaq. Deməli, dəyişməz, azalar. C variantı. 34. Deyir, termistoru soyursaq ampermetrlərin göstərişi necə dəyişər? Termistoru A1 ampermetrinə birləşdirmişik. Yarım keçirici cihazda temperaturu azaltdıq. Onda R termistor müqaməti artacaq. I1-i müəyyən edək. I1 bərabərdir U bölünsün R termistor və termistorun müqaməti nə etdi? Artdı. Müqamət artdısa U da sabitdir. Müqamət artdısa cəryan şiddətimiz azalacaq. Yəni A1 ampermetrin göstərişi azaldı və təkcə termistor üzərində əməliyyat aparıldığına görə rezistor müqamət dəyişmədiyinə görə A2 ampermetrin də göstərişi dəyişməz, sabit qalar. Azalar dəyişməz, D variantı. 35. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Baxırıq ki, uşaqlar bu tranzistordur. Tranzistor. Bu isə yarım keçirici diod. Yarım keçirici diod. Bir PN keçidindən ibarətdir. Yarım keçirici diod. Bir bura getdi. 3 yarım keçirici təbəqədən ibarətdir. Tranzistor, emitter, baza və kollektordan ibarətdir. 2 bura getdi.
Sonra deyir, dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur. Yarım keçirici dioddan 3 bura getdi. Elektrik rəqslərini gücləndirmək üçün istifadə olunur. Tranzistordan 4 bura getdi. Yarım keçirici cihazdır. Bu da ortağa getdi. Birinci, ikinci və üçüncü. Gəlin indi yerləşdirək. 1-ə getdi 2, 4. İkinciyə getdi 1, 3. Üçüncüyə getdi 5. Deməli 2, 4, 1, 3, 5 A variantı. 36. Eyler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Adlarına baxalım cihazların uşaqlar. Deməli bu oldu yarım keçirici diod. Yarım keçirici diod. Digəri oldu deməli vakuum diodu. Vakuum diodu. Aha. İş prinsipi PN keçidinə əsaslanır. Yarım keçirici diodun bir getdi bura. Gərginliyi artırdıqda onun müəyyən qiymətində cəryan şiddəti dəyişmir. Yəni doyma cəryan şiddəti harda yarandı? Vakuum diodunda 2 bura getdi. Dəyişən elektrik cəryanı düzləndirmək üçün istifadə olunur. Hər ikisində 3 ortaqdır. İş prinsipi termoelektron emissiyası hadisəsinə əsaslanır. Vakuum diodunda 4 bura getdi. Bir tərəfi keçiriciliyə malikdir. 5 də ortağa getdi hər ikisi. Deməli birinci, ikinci, bir də üçüncü. 1-ə getdi 2, 4. 2-yə getdi 1. 3-ə getdi 3, 5. Getdik. 2, 4, 1, 3, 5 A variantı. 37. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Yarım keçirici diod, vakuum diodu. İş prinsipi PN keçidinə əsaslanır. Yarım keçirici diod. Dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur. Hər ikisi sərbəst yük daşıyıcıları elektron və deşik kütlələrinin yaranması nəticəsində baş verir. Deməli yarım keçirici diod 3-də. Sonra iş prinsipi termoelektron emissiyası hadisəsinə əsaslanır. Vakuum diodunda 4. Gərginliyin müəyyən qiymətindən sonra doyma cəryan şiddəti yaranır. Vakuum diodunda 5. Birinci, ikinci və üçüncü. Birinciyə getdi 1, 3. İkinciyə getdi 4, 5. Üçüncüyə də 2. 1, 3, 4, 5, 2. D variantı. 38. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Akseptor aşkar, donor aşkar. Yarım keçirici kristalda deşiklərin sayını artırır. Akseptor 1 bura getdi. Yarım keçirici kristalda elektronların sayının deşiklərin sayından çox olmasını təmin edir. N elektron böyükdür N deşiklərdə, donorda 2 düzdür, bura getdi. P tip yarım keçiricinin alınmasına səbəb olur. Akseptor 3 getdi bura. N tip yarım keçiricinin yaranmasına səbəb olur. 4 bura getdi. Yarım keçirici kristalın keçiriciliyini artırır. 5 də ortağa getdi. Deməli cavabımız birinci, ikinci, bir də üçüncü. 1-ə getdi 1, 3. İkinciyə getdi 2, 4. Üçüncüyə getdi 5. 1, 3. 2, 4. 1, 3, 2, 4, 5. B variantı. 39. Deyir ki, Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin. Metal və yarım keçiricilər. Elə burada da var. Buraya yerləşdirəcəm. Elə 39-un cavabını buraya yerləşdirəcəm uşaqlar. Diqqətli olun. Bura baxmıram. Yalnız yuxarıdakiləri gətirib buraya yerləşdirəcəm. Gəlin baxalım. Yük daşıyıcıları sərbəst elektronlardır. Hər ikisində var. Metallarda da yarım keçiricilərdə elektronlar iştirak edir. Biri ortaqdır. Yük daşıyıcıları müsbət yüklü deşiklərdə bu yarım keçiricilərə aiddir. İstilik və maqnit təsirləri müşahidə olunur. Hər ikisində 3 ortaqdır. Sonra temperatur artdıqda müqaviməti artır. Metallarda düz mütənasib asılıdır. 4 getdi metallara. Temperatur artdıqda müqavimət azalır. 5 də getdi yarım keçiricilərə. Birinci, ikinci və üçüncü. 1-ə getdi 4, 2-yə getdi 2, 5, 3-ə getdi 1, 3. Deməli 4, 2, 5, deməli cavabımız oldu 4, 4, 2, 5, 1, 3 A variantı. 40. Eyler-Venn diaqramına uyğun ifadələri müəyyən edin. Metallar, yarım keçiricilər.
Temperatur artanda müqavimət azalır. Tərs mütənasib olan yarım keçiricilərdə 1 getdi bura. Temperatur artdıqda müqavimət artır. Metallara aiddir. Elektrik keçiriciliyində elektronlar iştirak edir. Hər ikisində elektrik keçiriciliyində deşiklər iştirak edir. Yarım keçiricilərdə aşkar keçiriciliyə malik ola bilər. Bu da yarım keçiricilərdə. Deməli, cavabımız oldu birinci, ikinci, bir də üçüncü. 1'e getdi 2, 2'ye getdi 1, 4, 5, 3'e getdi 3. 1, 4, 5, B variantı. 41. Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Məxsusi keçirici, N tip yarım keçirici. Məxsusi yarım keçirici, N tip yarım keçirici. Deməli, elektronların və deşiklərin konsentrasiyası bərabərdir. Məxsusi yarım keçiricilərdə, yəni təmiz yarım keçiricilərdə 1 bura getdi. Elektronların konsentrasiyası deşiklərin konsentrasiyasından çoxdur. 2 bura getdi. Tərkibində aşkar yoxdur. 1 bura getdi. 3 bura getdi. Temperatur artanda müqavimət azalır. Hər ikisində tərkibində də onun aşkarı olub. 5 bura getdi. Deməli, birinci, ikinci, bir də üçüncü. Birinciyə getdi 1, 3, ikinciyə 2, 5, 4. 1, 3, 2, 5, 4. Y variantı. 42. Euler Venn diaqramına uyğun bəndləri müəyyən edin. Məxsusi yarım keçirici, P tip yarım keçirici. Elektronların və deşiklərin konsentrasiyası bərabərdir. Məxsusi yarım keçiricilərdə 1 getdi bura. Elektronların konsentrasiyası deşiklərin konsentrasiyasından azdır. 2 bura getdi P tipə. Tərkibində akseptor aşkarı var. P tipdə 3 getdi bura. Temperatur azalanda müqavimət artır. 4 ortaqdır. Tərkibində aşkarı yoxdur. Məxsusilərdə. Birinci, ikinci, bir də üçüncü. 1'e getdi 1, 5, 2'ye getdi 4. Yox, 2'ye getdi 2, 3. 3'e getdi 4. 1, 5, 2, 3, 4. A variantı. 43. Vakuum diodu yarım keçirici diodun Euler Venn diaqramını müəyyən edəcəyik. Dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur. Hər ikisi bir ortaqdır. Bir P-in keçidindən ibarətdir. Yarım keçirici diod 2 getdi bura. İş prinsipi termoelektron emissiyasına əsaslanır. 3 getdi bura. Şərti işarəsi yarım keçirici dioddur. 4 bura getdi. Şərti işarəsi bu da vakuum dioddur. 5 bura getdi. Birinci, ikinci, bir də üçüncü. Birinci getdi 3, 5. İkinci 2, 4, 1. 3, 5, 2, 4, 1. A variantı. 44. Deməli, yarım keçirici diod, tranzistor, Euler Venn diaqramı müəyyən edək. Dəyişən cəryanı düzləndirmək üçün istifadə olunur. Yarım keçirici diod 1 bura getdi. Elektrik reaksiyanı gücləndirmək üçün istifadə olunur. Tranzistor 2 bura getdi. İş prinsipi P-in keçidinə əsaslanır. Bu ortaqda 3 bura getdi. Dördüncü şərti işarəsi yarım keçirici cihazdır. Dördüncü də digərdə tranzistordur. 5 də bura getdi. Birinci, ikinci və üçüncü. Birinciyə getdi 1, 4. İkinciyə 2, 5, 3. 1, 4, 2, 5, 3. B variantı. 45. Hansı halda yarım keçiricidə elektronların deşiklərin nizamlı hərəkətinin və cəryan istiqamətləri düzgün göstərilmişdir. Elektronlar, deşiklər, bir də cəryan istiqaməti. Yadınızda saxlayın ki, deməli, müsbət yüklü zərrəciklər, yəni deşiklərdir. Bir də cəryan istiqamətidir. I. İkisi eyni istiqamətdə yönələcək. İkisi eyni istiqamətdə və elektron isə onların əksinə. Y isə onların əksinə. Aha, A variantı. 46. Sabit gərgin mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru qızdırdıqda lampaların parlaqlığı necə dəyişər? Termistor və 2 lampa. Termistoru qızdırdıqda, temperaturu artırdıqda. Deməli, baxırıq ki, L1 lampasına heç bir qurğu birləşdirilmədiyinə görə onun deməli, parlaqlığı dəyişməyəcək, sabit qalacaq, konus qalacaq. Keçirik L2-yə. L2 isə termistor birləşdirilibdir. Temperaturu artırırıq termistorun. Temperaturu artdıqda
müqavimətimiz azalacaq. Eğer termistor müqaviməti azalacaq. I bərabərdir. U bölünsün R düsturuna əsasən. U'muz sabitdir. R termistorumuz nə etdi? Azaldı. Onda cəryan şiddətimiz nə edəcək? Artacaq. Deməli cavabımız oldu. 52 amper metrində göstərişi artar. Değişməz artar. C variantı. 47. Yarım keçirici diodda elektrik cəryanını qeyri-əsas yük daşıyıcılar yaradırsa, qeyri-əsas yük daşıyıcılar yaradırsa, 1 və 2-ci hissələrə hansı tip keçiriciliyə malikdir? Keçirib baxırıq, deməli, cəryanı qeyri-əsas yük daşıyıcılar yaradır. Birinci, baxın uşaqlar, müsbəti həmişə cəryan mənbəyinin müsbət qütbünə, yəni P-ni müsbətə, N isə mənfi qütbə birləşdirirdik. İndi tərsinə deyir, yük daşıyıcılar yaradırsa, qeyri-əsas yük daşıyıcılar. İndi qeyri-əsas yük daşıyıcılar yaradır cəryanı, onda yerlərini dəyişəcəklər. N-i artıq bura yerləşdirəcəyik, P-ni bura. Birinci N gələcək, sonra P gələcək. N, P, C variantı. 48. Sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru soyursaq lampaların parlaqlığı necə dəyişər? Artıq fikir verirsiniz, termistor budaqlanmayan hissəyə birləşdirilibdir. Aha, L1-dən və L2-dən keçən cəryan şiddətləri nədir? Termistordan keçən cəryan şiddətindən asılıdır artıq burada. Yəni L1 və L2-nin parlaqlığı termistordan keçən cəryan şiddətindən asılıdır. Gəlin baxalım uşaqlar. Deməli, termistorumuz yarım keçirici cihazda temperatur azaltdı. R termistorumuz nə edəcək? R termistorumuz artacaq. R termistor artdığına görə I bərabərdir. I bərabərdir. U bölünsün R termistor. R termistorumuz nə etdi? Azaldı, artdı. Termistorumuz artsa müqaviməti, cəryan şiddətimiz azalacaq. Və hər ikisi azalacaq. Azalar D variantı. 49. Deyir, sabit gərginlik mənbəyinə termistor və 2 lampa birləşdirilmişdir. Termistoru qızdırsaq lampaların parlaqlığı necə dəyişər? Yenə də termistor budaqlanmayan hissəyə birləşdirilibdir. Ona görə də L1 və L2-nin parlaqlığı artıq termistordan keçən cəryan şiddətindən asılıdır. Gəlin baxalım. Deməli deyir, termistoru qızdırsaq. Termistoru qızdırmışıq, temperatur artdı. Temperatur artdığına görə R termistorumuzun müqaviməti azaldı. I də bərabərdir. Deməli, U bölünsün R termistoru. Və termistor müqavimətini azaldı. Onda cəryan şiddətimiz nə edəcək? Artacaq. Cəryan şiddətinin artması, parlaqlığın artması deməkdir. Yəni L1-in də göstərişi artar, L2-nin də göstərişi artar. Y variantı. 50. Deyir, sabit gərginlik mənbəyinə fotorezistor və 2 lampa birləşdirilmişdir. Fotorezistorun üzərinə düşən işığın intensivliyini artırsaq, lampaların parlaqlığı necə dəyişər? İndi gəlin baxalım. Fotorezistor fikir verirsinizmi? Artıq lampalarla bir-birinə necə birləşibdir? Paralel istiqamətdə. Yəni burada fotorezistordan keçən cəryan şiddətinin artıb azalması bu L1 və L2-dən keçən cəryan şiddətlərinə təsir göstərməyəcək. Yəni onların parlaqlığına heç bir təsir göstərməyəcək. Ona görə də artıq buradan fotorezistorun müqavimətini artıb azalsa da və yaxud da oradan keçən cəryan şiddəti dəyişsə də L1 və L2-nin parlaqlığı dəyişməz. Cavab Y variantı. 51. Sabit gərginlik mənbəyinə fotorezistor və 2 lampa birləşdirilmişdir. Fotorezistorun üzərinə düşən işığın intensivliyini azaltsaq, lampaların parlaqlığı necə dəyişər? Eyni ilə artıq biz yenə də bizim bu fotorezistorumuz L1 və L2 lampalarına paralel istiqamətdə birləşdirilibdir. Və paralel birləşdirildiyinə görə artıq fotorezistordan keçən cəryan şiddətinin artıb azalması L1 və L2 heç bir təsir göstərməz. Ona görə də cavabımız 51-də Y variantı olacaq. Dəyişməz hər iki halda.
52. Silisyum yarımkeçiricisine aşkar olarak arsen atomları daxil etdikdə sərbəst elektronların konsentrasiyası və yarımkeçirici müqaviməti necə dəyişər? Gəlin baxalım. Deməli, 4-cü qrup elementdir yarımkeçiricimiz. Ona 5-ci qrup elementi əlavə etmişik. Artıq orada nədir? Sərbəst elektronların sayı nə edəcək? Artacaq. Sərbəst elektronların sayı artacaq, yəni konsentrasiyası artacaq. Yarımkeçiricinin bəs müqaviməti necə dəyişər? Sərbəst hərəkət edə bilən yüklü zərrəciklərin sayı artırsa, artıq müqavimət avtomatik nə edəcək? Azalacaq. Yəni keçiricilik artanda müqavimətimiz nə edəcək? Azalacaq. Cavabımız oldu. Elektronların konsentrasiyası artar, müqavimətimiz azalar. Deməli, artar, azalar C variantı.